Salam, hörmətli tamaşaçılar. Efirimizi Hədəf Analitik İnformasiya proqramı davam etdirir. Əlbəttə, Gürcüstanla münasibətlərimiz bugün ölkəmiz üçün, eyni zamanda Gürcüstanın özü üçün də Azərbaycanla əlaqələr prioritet əhəmiyyət daşıyır, strateji mahiyyətlidir. Nə üçün? Bu barədə proqramımız boyu müzakirələrimiz olacaq. Bilirik ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başlayıb, artıq bir sıra görüşlər də keçirilib, mətbuata birgə açıqlamada olub, dövlət rəhbərləri səviyyəsində. Bütün bunların detallarına yaxın 1 saat 20 dəqiqə ərzində aydınlıq gətirəcək əziz tamaşaçılar. Əlbəttə ki, qonaqlarımızın iştirakı ilə. Azər Allahverənov, Azərbaycan Parlamentinin deputatı, xoş gəlib proqramımıza. Xoş gəldiniz. Arzu Nağıyev, Parlamentimizin komitə sədri, eyni zamanda Gürcüstanla işçi qrupunun rəhbəri. Arzu Nağıyev, siz də salamlayıram verilişimizdə. Sağ olun. Həmçinin Nigar Məmmədova, yenə də parlamentarimiz. Nigar xanım, siz də xoş gəlmişsiniz proqramımıza. Arzu müəllim, bu səfəri necə xarakterizə etmək olar? Gəlin ilk növbədə onunla başlayaq. Çünki Azərbaycan Prezidenti Cənab İlham Əliyev Gürcüstan baş naziri ilə görüş, yəni mətbuata verilən açıqlamada müəyyən bu istiqamətdəki münasibətlərimizin detalları haqqında danışdı. Həmçinin Gürcüstanın baş naziri də fikirlərini ifadə etdi. O kontekstdən yeni reallıqlar şəraitində bu səfərin əhəmiyyətini necə qiymətləndirmək olar? Bugün Azərbaycan-Gürcüstan münasibəti düşünürəm ki, tək tərəfdaşlıq deyil, strateji əhəmiyyət kəsb edən bir münasibətdir. Gürcüstan Azərbaycanın iqtisadi, siyasi, hərbi və mədəni, mənəvi cəhətdən deyərdim ki, strateji əhəmiyyətli həm qonşuluq siyasətini həyata keçirən bir dövlətdir. Eyni zamanda Gürcüstanda çoxsaylı Azərbaycanlılar yaşayır. 5 rayon kompakt Azərbaycanlıların yaşadığı bir ərazidir və Cənubi Qafqazda Azərbaycan üçün iqtisadi baxımdan çox mühüm əhəmiyyət kəsən bir dövlətdir və Azərbaycan da Gürcüstan üçün çox mühüm əhəmiyyət kəsb edən bir dövlətdir. Son hadisələr bir daha göstərdi ki, Gürcüstanla münasibətlərimiz dinamik şəkildə artmaqdadır. Bu qeyd etdiyim kimi həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, parlament səviyyəsində, eyni zamanda ayrı-ayrı nazirliklər səviyyəsində bu proseslər daim davam edir. Bu səfərdə düşünürəm ki, Cənab Prezidentin etdiyi dövlət səfəri bu əldə olunan nəticələrin bir daha da genişləndirilməsi, eyni zamanda gələcək perspektiv üçün atılacaq addımlardır. Çünki bu səfərdən öncə Gürcüstan və Azərbaycan hökumətlərarası işçi qrupların görüşü olub, eyni zamanda ayrı-ayrı nazirliklərin görüşləri olub, parlamentlər səviyyəsində görüşlər keçilib. Yəni, hər tərəfli olaraq biz Gürcüstanı bugün bir strateji tərəfdaş kimi qəbul edirik və bu istiqamətdə də addımlar atılır. Və bu, məhz belə bir şəraitdə, eyni zamanda sərhədlərimizdən çox uzaq olmayan ərazilərdə gedən müharibələr, münaqişələr, yəni bu vaxt Azərbaycanın Gürcüstanla münasibətlərinin daha da müsbət istiqamətində atılması da çox mühüm əhəmiyyət kəsb edir. Yəni, siz də qeyd etdiyiniz kimi bu hədəf verilişi çərçivəsində bunun əhəmiyyətinin detallarına da biz vararıq. Qara dənizdən Xəzər dənizi, Avropaya çıxış və digər istər orta dəhliz olsun, istər siyasi məsələlərdə bir yerdə olmaq, hərbi təlimlər, xüsusi xidmət orqanlarının koordinasiyalı şəkildə işləri, bunun təhlilini etmək mümkündür. Bir daha qeyd etmək istəyirəm ki, çox mühüm əhəmiyyət kəsb edən bir səfərdir. Nigar xanım, siz necə qiymətləndirirsiniz? Yəni, Cənab Prezidentin Gürcüstana dövlət səfərini yenə o sualı vermək istəyirəm ki, yəni indi bölgəmizdə faktiki olaraq qan çanağı, əgər obrazlı desək, xatırladan hadisələr yaşanır. Bilirik ki, cənub qonşumuzun ərazisində gedən müharibə. Ümumiyyətlə, Rusiyanın özü Ukraynada müharibə faktiki o şəraitdə yaşayırlar. Amma Cənubi Qafqazın 3 ölkəsi ilk dəfə olaraq, yəni sülh şəraitində coexistence, yəni birgə mövcudiyyət məsələsini gündəmə gətirə bilirlər. Bax, bu pəncərədən baxanda Prezident İlham Əliyev də vurğuladı.
ki, Ermənistanla hətta ticarətimizi Gürcüstan üzərindən biz bugün həyata keçiririk. Bu özü də tamamilə yeni bir məsələdir. Yeni reallıqlardır. Ona görə də bu kontekstdə sizin fikirləriniz də maraq doğurur. Baxın, Gürcüstan-Azərbaycan münasibətlərini biz həm iki tərəfli bir müstəvidən təhlil edə bilərik, çox tərəfli müstəvidən təhlil edə bilərik. Həmçinin də bu tarixə söykənən bir münasibətlərdir. Bəli, biz 20-ci əsrin əvvəllərində müstəqilliyi qazanan iki dövlətik. Biz imperiyada iki dövlət kimi birlikdə addımlayan dövlət olmuşuq. Biz Sovetlər İttifaqında addımlayan dövlət olmuşuq və biz həmçinin də 90-cı ilin əvvəllərində müstəqilliyimizi əldə edən və addımlarımızı yenidən o ilk addımlarımızı birlikdə atan dövlət olmuşuq. 90-cı ilin əvvəllərində Arzu müəllim çox vacib məqamlara toxundu ki, Azərbaycan bu baş verən hadisələrdə Azərbaycanın Gürcüstanın yanında bu münasibətlərin dərinləşməsi, bu əməkdaşlığın, tərəfdaşlığın dərinləşməsi və Gürcüstan-Azərbaycan əməkdaşlığını biz yeni bir mərhələdə gördük. Amma baxın, biz müstəqilliyimizi yenidən bərpa etdikdən sonra Azərbaycan Gürcüstanın yanında olmasını artıq o vaxtdan müstəqillimizin ilk illərində göstərdi. İstər 1992-ci ildə, istər 1996-cı ildə Bakı Subsa vasitəsilə neftin ötürülməsi artıq Gürcüstanın dövlətçiliyinə Azərbaycan, hansı Azərbaycan? Əraziləri işğal altında olan Azərbaycan. Azərbaycan özü də çox çətin bir vəziyyətdə olan Azərbaycan, amma Azərbaycan Gürcü xalqına, Gürcü dövlətinə nümayiş etdirdi ki, mən sənin yanındayam. O tərəfdaşlığı, o qardaşlığı, o münasibəti, dostluq münasibəti Azərbaycan hələ 90-cı ilin əvvəllərində göstərdi. Bugün əgər bu son səfərləri biz təhlil etsək, istər baş nazirin o kabineti formalaşdıqdan sonra ilk səfərini Azərbaycana etdiyi, istər o prezident seçiləndən sonra prezidentin Azərbaycana səfərini biz təhlil etsək, o boş rəmzi məna təkcə daşımır. O çox vacib bir, çox bilirsiniz, dərin bir məna daşıyır. Çünki Azərbaycan ilk illərində Gürcüstanın yanında olub, o əlini uzadıb. Geosiyasi baxımdan əgər biz təhlil etsək, Azərbaycan da, Gürcüstan da çox vacib bir məna bir-biri üçün daşıyır. Gürcüstan Azərbaycan üçün, Avropaya, çünki burada dənizə çıxışı biz təhlil etməliyik. Çünki Azərbaycanın dənizə çıxışı yoxdur. Açıq dənizə çıxışı yoxdur. Bəli, vacib bir düzəliş etdiniz. Açıq dənizə çıxışına görə Avropaya çıxışı biz burada qiymətləndirməliyik və digər tərəfdən Azərbaycan isə şərq və qərb, həmçinin bugün Mərkəzi Asiyada Azərbaycanın rolunu, Azərbaycanın Türk Dövlətlər Təşkilatında rolunu, Azərbaycanın Çin, Avropa, yəni böyük bir coğrafiyada çox mərkəzi yerləşməsini biz qeyd etməliyik və Gürcüstan üçün də Azərbaycanın çox vacib bir yerləşməsini və tərəfdaş, həmçində etibarlı tərəfdaş kimi qardaş bir münasibətlərini biz qeyd etməliyik. Bunlar da geosiyasi baxımdan çox vacib bir rol oynayır. Bəli, faktorlardır. Onun üçün də yəni cənab prezident Gürcüstanla münasibətlərimizin özəl xarakter daşıdığını dəfələrlə vurğulayıb. Bu səfər çərçivəsində də siyasi əlaqələrimizə yenə münasibətini bildirib. Təklif edərdim ki, bir iqtibasa baxaq, sonra davam edərik. Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz, bizim dövlətlər arası əlaqələr üçün möhkəm zəmindir. Əsrlər boyu Gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bugün bu ənənələr davam etdirilir. Və bugün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edirlər və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş Nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Azər müəllim,
Beynəlxalq təşkilatlarda bir-birimizə dəstək vermək hansı mahiyyəti kəsb edir? Yəni ilk növbədə bu barədə yəni istərdim fikirlərinizi bildirək. Çünki nə üçün bu sual verirəm? Hər bir ölkənin öz xarici siyasəti var, xarici siyasət kursu var. Biz bu mənada bir-birimizi necə dəstəkləyirik? Yəni maraqlarımız da öz yerində, çıxarlarımız da öz yerində, xarici siyasətimizin digər yəni geosiyasi mahiyyəti də öz yerində bu kontekstdə. Elnar müəllim, çox maraqlı sual verdiniz və mənim hörmətli həmkarlarım Arzu müəllim də, Nigar xanım da strateji tərəfdaşlığın müxtəlif aspektlərinə nəzər saldılar ki, dövlət arasında olan münasibətlərə diqqət yetirdilər və fikir versəz, görərsiniz ki, həmkarlarımın qeyd elədiyi məsələlər bütövlükdə həm Gürcüstanın milli maraqlarına cavab verə biləcək bir xarici siyasət kursunun müəyyən olunması baxımından, həm də Azərbaycanın milli maraqlarına cavab verəcək xarici siyasət kursunun müəyyən olunması baxımından olduqca vacibdir. Və burada da önəmli məsələ həmin o milli maraqları, yəni dövlətin əsas xarici siyasət kursunda öz əksini tapmış milli maraqların uzlaşdırılmasıdır. Yəni qətiyyən bir ölkənin milli maraqları digər ölkənin milli maraqlarına ziddiyyət təşkil etməli deyil. Burada Gürcüstan mövzusunda önəmli olan məsələ, yəni birgə platformalardan çıxış və ya təşkilatlarda bir-birinin maraqlarını qorumaq, təmin etmə və digər məsələlər bu hər iki ölkənin suverenliyini daha da möhkəmlənməsinə xidmət edə biləcək bir xarici siyasət kursudur. Və nəticə etibarilə biz görürük ki, Azərbaycanın bugün Gürcüstanın iştirakı ilə reallaşdırdığı bir çox inteqrasiya layihələri Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edən Avrasiya qitələri bütövlükdə Gürcüstan xalqının milli maraqlarına cavab verir. Eyni ilə də təbii ki, Azərbaycan üçün də. Çünki burada hörmətli Nigar xanım da qeyd elədi ki, Gürcüstan nə qədər bizim üçün strateji cəhətdən əhəmiyyətlidirsə, bir o qədər də biz Gürcüstan üçün strateji cəhətdən əhəmiyyətliyik, müxtəlif coğrafiyaları əlaqələndirmə baxımından və təbii ki, siyasi cəhətdən daha suveren, öz siyasətini həyata keçirmək üçün geniş imkanlara malik olan dövlətlər qismində özünü bir növ tərənnüm etmək, göstərmək baxımından. İndi baxın, görün, inteqrasiya layihələri burada, təbii ki, bunlar iqtisadi zəminli olan inteqrasiya layihələridir, bir mənalı şəkildə. Amma həmin o inteqrasiya zəminli olan layihələrin özü də belə bütövlükdə geosiyasəti müəyyənləşdir. Cənubi Qafqaz bölgəsinin bugün artıq bunu da qəbul eləməliyik ki, məhz Azərbaycanın səyi nəticəsində yaratdığı bir siyasi reallıq Cənubi Qafqaz bölgəsində artıq bir sabitlik adası kimi tərənnüm olunmasına xidmət edə biləcək bir vəziyyətin yaradılmasını gətirib çıxardır. Bir sıra hallarda və bu prosesdə Gürcüstanın rolu şübhəsiz ki, danılmazdır. Bəli, niyə burada sözü kəsmirəm əsla? Beynəlxalq münasibətlər sistemində mövcud beynəlxalq təşkilatlar ki var, hər biriniz yəni tanışsınız fəaliyyətləri ilə, çox haqsız şəkildə Gürcüstanın da üzərinə yəni gedirdilər, xüsusilə ən son hadisələr bunu göstərdi. O cümlədən də bizim üzərimizə də gəlirdilər. Cənubi Qafqaz ölkələrinin bu mənada bir-birlərini dəstəkləməsi, o haqsız hücumların qarşısının alınmasında hansı rolu oynayır sualı nə qədər önəmlidirsə, onun dəf olunması nöqteyi nəzərindən də vahid Cənubi Qafqaz ölkələrinin baxışı var. Bir sıra beynəlxalq məsələlərdə yəni məfkurəsinin, daha doğrusu belə deyək, məsələnin özünün, vahid siyasi istiqamətinin özünün mövcudiyyətinin göstərilməsi mənasında hansı önəmə malikdir? Yəni, Cənubi Qafqaz xalqları lazım gələndə bir olurlar, baxışı nöqteyi nəzərində. Nə üçün bir olurlar eləməli? Məsələ bundadır ki, mən milli maraqlar məsələsinə əbəs yerə toxunmadım. Sizin sadaladığınız məsələlər və bir il bundan qabaq baş verən Gürcüstanda hadisələr, xüsusilə də Avropa İttifaqının, ATƏT-in və digər qurumların bu və ya digər formada Avropa Şurasının Gürcüstana təzyiqləri bilavasitə ondan bağlı idi ki, Gürcüstan öz milli maraqlarından çıxış eləyərək öz suveren hüququnu qorumağa çalışırdı. Amma həmin o beynəlxalq təşkilatlar özlərinin merkantil maraqlarından, xüsusilə də Cənubi Qafqazla bağlı olan geosiyasi strategiyasından irəli gələrək Gürcüstanı daha güclü, daha təsirli şəkildə bir növ siyasət yürütməklə ya da ki, öz iradəsini sırmaqla nəticə etibarilə Gürcüstanı özləri üçün əlverişli bir platforma çevirməyə çalışırdılar. Burada nə baş verirdi? Gürcüstan milli maraqlarından çıxış edirdi. Azərbaycan, yeri gəlmişkən onu deyim ki,
daha çox, Gürcüstandan da daha çox həmin o təsirlərə də, təzyiqlərə də məruz qalan dövlətlərdən biridir. Amma Azərbaycan çox uğurlu xarici siyasət kursu nəticəsində öz milli maraqlarını nəinki müdafiə edə bildi, hətta öz suveren hüququnu tam şəkildə təmin edə bildi. Gürcüstandan fərqli olaraq. Gürcüstanda hansı vəziyyətdir? Yəni hamımız bilir, ölkənin 20% və digər məsələlər nöqteyi nəzərdən yanaşsaq məsələyə. Amma yenə də biz görürük ki, milli maraqlar bütün prosesin kökündə duran əsas təyin edici element, yəni determinant burada milli maraqlardır. Beynəlxalq təşkilatlarda da maraqların təmin olunması bəzi beynəlxalq təşkilatlar üçün, xüsusilə də beynəlxalq münasibətlər sistemində bir növ özünü dünyanın hakimi kimi sayan beynəlxalq təşkilatların təbii ki, strategiyasına və maraqlarına cavab vermir. Ona görə də elə Avropa İttifaqı daxilində baş verən proseslər, biz sizlə dəfələrlə bu barədə danışmışıq, elə Avropa İttifaqının üzv olan dövlətlərinə qarşı belə rəsmi Brüsselin bir növ səlib yürüyüşü bundan qaynaqlanır. Çünki həmin o ikinci, üçüncü kaqortada gedən dövlətlər öz milli maraqlarını qorumağa çalışırlar. Azər müəllim, burada da Cənubi Qafqaz ölkələri nəyi nümayiş etdirirlər? Tam doğru məqamlara siz məqamları vurğulayırsınız. Nəyi nümayiş etdirirlər ki, sərhəd xüsusən də bu 2020-ci ildə Azərbaycan zəfər əldə etdikdən sonra daha qabarıq şəkildə nümayiş olunurdu. İstər Gürcüstan Azərbaycanı, eləcə də Azərbaycan eyni mövqeyi nümayiş etdirirdi ki, sərhəd toxunulmazlığıdır, bu suverenlikdir, bu ərazi bütövlüyüdür. Bu prinsipləri beynəlxalq təşkilatlar, təsisatlar çərçivəsində biz bu mövqeyləri bir eyni mövqeydən çıxış edərək bu prinsipləri biz qoruyaraq beynəlxalq hüquq normalarını qoruyuruq. Beynəlxalq hüququ qoruyuruq. Bu da Cənubi Qafqazı ölkələrini bir mövqeydən çıxış etməsini elə milli maraqlara söykənən bir siyasət... Onun önəmini soruşdum Nigar xanım. Yəni, Azər müəllimə verilən sualın mahiyyəti oydu ki, yəni bilirsiniz ki, burada dediyiniz kimi merkantil maraqları olan bir sıra ölkələr çalışırlar ki, Cənubi Qafqazı bölsünlər. Yəni, təsir verilən ortaq mesajın mahiyyəti nədir? Bəli, bu da təsirin qabağın alması, siz demiş, qabağın almasını. Nigar xanım, mən çalışdım 2008-ci il proseslərinə toxunmayam, amma daha indi əgər biz bu mövzuda danışırıqsa... Əksinə toxunmaq lazımdır. 2008-ci il hadisələrinə gəlin açıq-aşkar toxunaq. Yəni, burada siyasi dəstək məhz Azərbaycan tərəfindən xüsusilə göstərilir. Tam doğru, bəli. Eyni zamanda humanitar dəstək məhz Azərbaycan tərəfindən göstərildi. Baxmayaraq ki, Gürcüstan hansı təsirlər və təzyiqlər altında idi, Azərbaycan həm siyasi, həm humanitar dəstək göstərməklə belə sərhəddə qısa bir müddət ərzində Qazax, Akstafa, Balakən istiqamətində 12 mindən çox Gürcüstandan olan qaçqının yerləşdirilməsinə şərait yaratdı. Yəni, Azərbaycan bütün spektrı Gürcüstanın yanında oldu. Baxın, bu nədir? Bu, Azərbaycanın həmin o beynəlxalq təşkilatlara da, Gürcüstana təzyiq və təsir etmək istəyən dövlətlərə də bir növ Azərbaycanın bir mesajı idi ki, mən Gürcüstanın yanındayım. Və Gürcüstana da həmin o, belə deyək də, olduqca vacib dəstəyi göstərməklə Azərbaycan nəticə etibarilə Gürcüstanın özünün müstəqilliyini qorumaq üçün əlverişli bir şərait yaratdı. Bir sıra dövlətlər başçılarının Gürcüstana, Tiflisidəki meydanda gedən o mitinqlərə qatılması bu ən böyük bir siyasi bir dəstəkdir ki, bunun da əsasında nə durdu? Azərbaycanın münasibəti durdu. Yeri gəlmiş ki, siz 90-cı illər barədə xatırlatdınız. 90-cı illər zamanında Gürcüstanda bəzi müəyyən qüvvələr var idi ki, onlar tamamilə fərqli bir siyasət yürüdürdülər. Arzu müəllim qeyd elədi, 350 min, indi qeyri-rəsmi məlumatlara görə 500 mindən çox, indi Gürcüstan tərəfinin özünün də saydığı rəqəm 350-360 min civarında. Yəni, orada yaşayan ən böyük etnik qrup sadəcə ikinci Azərbaycanlılardır və bu Azərbaycan üçün Gürcüstanın özü strateji əhəmiyyət daşıyan bir respublikadır. Yəni, çünki ölkənin ikinci, yəni sayı etibarilə etnik qrupu məhz Azərbaycanlılardan ibarətdir. Və bəzi dövlətlərdə yeri gəlmişkən bu faktdan da Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar və təəssüflər olsun ki, bu siyasət bugün də dayandırılmırdı. Yeri gəlmişkən, siz beynəlxalq təşkilatlar deyirsiniz, beynəlxalq təşkilatlar, koalisiyalar, dövlətlər, siyasi mərkəzlər, siyasi partiyalar, siyasi dairələr, necə istəyirsiniz ad qoyaq, amma görürük ki, hər zaman Gürcüstanda müəyyən proseslərin çalxalanmasında maraqlı olan qüvvələr var. Hədəf Gürcüstan deyil, hədəf Azərbaycandır. Azərbaycan dəstəyi nəticəsində elə Gürcüstanın qanunvericiliyində nə qədər dəyişikliklər oldu son zamanlar, istər xarici agentlərin maliyyələşməsi ilə bağlı. Biz hələ sərmayədən iqtisadi zəminli olan proseslərdən danışırıq. Yeri gəlmişkən iqtisadi zəmin dediniz. Mən təklif edərdim ki, Cənab Prezidentdən daha bir iqtibasa baxaq. Bu məsələlər də ihtiva olunub orada. Buyurun.
Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur. Və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də biz çatacağıq. Biz bugün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq. Həm Azərbaycana, həm Gürcüstana və ola bilər nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu da nəzərdə tutula bilər. Arzu müəllim, iqtisadi nöqteyi nəzərdən, yəni biz desək ki, Gürcüstanla münasibətlərimiz böyük əhəmiyyət daşıyır. Təbii ki, yanılmarıq. Amma mən istərdim sualı o kontekstdə verim ki, dünya üçün artıq bu çox böyük strateji önəmə malikdir bu əlaqələr. Əvvəla bölüşürsünüzmü bu fikri? Bölüşürsünüzsə niyə? Ümumiyyətlə, hörmətli həmkarlarım da qeyd etdi, Azərbaycan daimi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bir dövlətdir. İstər Avropa Şurası Parlament Assambleyasında, istər Avropa İttifaqı səviyyəsində mütəmadi olaraq Azərbaycanın lehinə qəbul olunan qərarlarda Gürcüstanın adı birinci sıralarda çəkilir. Eyni zamanda Azərbaycan da Gürcüstan üçün məhz bu addımları atır. Digər məsələ iqtisadi baxımdan dediyiniz çox böyük layihələr. Bildiyiniz kimi Gürcüstanda ən çox pusat vergi ödəyicisi məhz Azərbaycan şirkətləridir. SOCAR-ın adını çəkmək olar, digər təşkilatların adını çəkmək olar. Yəni bu baxımdan düşünürəm ki, Gürcüstan da bunu çox dəqiq hiss eləyir, dəqiq başa düşür. Yəni bugün ən aparıcı kəmərlərin məhz Gürcüstan ərazisindən keçməsi, istər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, indi Supsa yolu təbii ki, indi təmirdədir, bu proseslərdə gedir. Yəni, daimi beynəlxalq səviyyəli layihələrdə Azərbaycan Gürcüstanın yanındadır. Yəni, hər hansı bir sərmayə yatırmaq üçün, hər hansı bir investisiya yatırmaq üçün mütləq şəkildə orada sabitlik lazımdır. Eyni zamanda təhlükəsizliyə olan təhdidlər aradan qaldırmalıdır. Düşünürəm, bu istiqamətdə də Azərbaycan daimi Gürcüstanın yanındadır. Birgə keçilən hərbi təlimlər, digər təhlükəsizliklə bağlı məsələlər. Yəni, bugün Qara Dənizdən, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisindən keçərək məhz Avropaya çıxış, bu özü çox mühüm məsələdir və bunu təmin edilməsi də böyük investisiyaların yatırılmasına gətirib çıxara bilər və çıxarır da. Bugün istər Qara Dəniz sahillərində qoyulan sərmayələr, bizim istər Ceyhan, digər məsələlər, bu çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də Gürcüstanla bu əlaqələr çox mühüm əhəmiyyət kəsb edir. Hətta Gürcüstan rəhbərliyinin özünün də dəfələrlə qeyd etdiyi kimi, yəni bir pafosunu danışmasaq, demək olar ki, Azərbaycan onlar üçün bugün bir nicat yoludur. Bu istiqamətdə atılan addımlarda, bu iqtisadi məsələlərin həllində. Yəni, baxmayaraq ki, müharibələr gedir, baxmayaraq ki, Cənubi Qafqazın özündə siz dediyiniz kimi bir yanar ocaq var. Bütün bunların söndürülməsi istiqamətində Azərbaycan çox mühüm rol oynayır. Cənab Prezident də bir öz iqtibasında da bir, necə deyərlər, bir çıxışında da qeyd etdiyi kimi, bugün Azərbaycan Gürcüstana qoyduğu sərmayəni digər ölkələrə də Cənubi Qafqazda təbii ki, bu nəzərdə tutulur. Bu da inşallah sülh müqaviləsindən sonra bu proseslərin həllinə başlana bilər. Eyni zamanda Gürcüstan ərazisindən Ermənistana olan daşınmaları siz qeyd etdiniz. Bunun özü də çox mühüm məsələdir. Yəni, təbii ki, problemlərimiz də çoxdur, lakin bunların həlli istiqamətində də addımlar atılmalıdır. Ən mühüm rolda, bir daha qeyd edirəm, Azərbaycanlıların kompakt yaşadığı 5 rayonda iqtisadi məsələlərin daha da dirçəlməsi, orada sərmayələrin daha da qoyulması qarşıda duran əsas məsələlərdən biridir. Təhsil sahəsində, elm sahəsində, xarici münasibətlər səviyyəsində ən ciddi məsələni də qeyd etmək istərdim ki, Xarici İşlər Nazirliyi səviyyəsində səfirlərin məhz bu səviyyədə işləməsi də çox mühüm əhəmiyyət kəsb edir. İstər Azərbaycanın Gürcüstandakı səfirliyi, istər Gürcüstanın Azərbaycandakı səfirliyi bu istiqamətdə çox ciddi addımlar atır.
fürsətdən istifadə edib bir neçə kəlmədə bu parlament səviyyəsində olan məsələləri qeyd etmək istəyirəm. Təbii ki, bu siyasətdən də iqtisadiyyat doğur, əksinə iqtisadiyyatdan siyasət doğur. Yaxınlarda Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərin xarici əlaqələr komitələrinin birgə tədbirləri keçirildi. Bu tədbirlərdə də hər üç dövlət öz mövqeyini ortaya qoydu. Eyni zamanda iki tərəfli görüşlər, spikerlərin görüşləri, bunlar çox mühüm əhəmiyyət kəsb edən məsələlərdir. NATO çərçivəsində keçirilən hərbi təlimlər də çox mühüm əhəmiyyət kəsb edir. Yəni, bir mənalı şəkildə vaxtilə Ulu Öndər Heydər Əliyev və Şevanazı tərəfindən qoyulmuş o ənənə davam etməkdədir və biz bir dostluq münasibətlərimizi daim saxlamaqda maraqlıyıq. Bəli. Rejissordan xahiş edirəm, xəritəni versin, bu middle, orta koridorunu ihtiva edən xəritəni. Mən Azər müəllim sizi dəvət etmək istəyirəm. Lütfən. Biz danışırıq, əlbəttə ki, iqtisadi münasibətlərimizin önəmi. Arzu müəllimdən də bu barədə əslində soruşduq ki, Azərbaycan-Gürcüstan münasibətləri, Azər müəllim, ta Çindən başlayaraq, bu orta dəhliz adlandırılan bu yol boyu Avropa və Asiya üçün özəlliklə indiki şəraitdə, bax, burada rejissor da bizim heyətimizdə gözəl bir xəritə hazırlayıblar əslində, görünür buradan. Şimal dəhlizi var, bir də cənub dəhlizi var, başqa yollar da var, amma biz bu yol nöqteyi nəzərindən hansı önəmə malikik, hansı vital interest, yəni həyatı önəmə malikik? Yox, şübhəsiz ki, Elnar müəllim, bu indi xəritə verilib. Burada əsasən 3 nəqliyyat arteriyası göstərilir. Bu nəqliyyat arteriyaları şərqlə qərbi əlaqələndirən nəqliyyat arteriyalarıdır. Dünənə qədər, yəni 2022-ci ilə qədər ən işlək arteriyalardan biri məhz şimal nəqliyyat dəhlizi idi, hansı ki, Rusiya ərazisindən keçirdi. Sonraki mərhələdə demək olar ki, bu dəhliz artıq öz fəaliyyətini dayandırmaqdadır. Yalnız bir-iki istisna çıxmaq şərti ilə Skandinaviya istiqamətlərini götürsək. Cənub nəqliyyat dəhlizi, hansı ki, yeri gəlmişkən mən deyim ki, sizə, əgər şimal nəqliyyat dəhlizinin əsas aktoru və bir növ təəssüf tərəfdaşı qismi, yəni onun tərəfdarı qismində çıxış edən hər zaman Rusiya olubdursa, Cənub nəqliyyat dəhlizinin əsas tərəfdarı yeri gəlmişkən Hindistan olubdur. Və biz bilirik ki, G7, G20 toplantılarında da Hindistanın, xüsusilə də baş naziri Modi zaman-zaman bax bu Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini bir növ vurğulamaq istəyir və nəticə itibarilə hətta bütün o daşıyıcıları bir növ yönəltmək istəyir bu Cənub nəqliyyat dəhlizinə. Amma Cənub nəqliyyat dəhlizinin də var, təbii. Amma Husilərin məlum hücumundan sonra bax bu Cənub nəqliyyat dəhlizi bir qədər arxa plana keçmiş oldu. Yeri gəlmişkən bir çox daşıyıcıları da narahat eləyən nəqliyyat dəhlizləri üzrə yüklərin təhlükəsiz daşınması məsələsidir. Və buna görə də bütün bu iki nəqliyyat dəhlizləri fonunda orta dəhlizin, yeri gəlmişkən bunun da müəllifi Çindir, bu dəhlizin mahiyyəti, əhəmiyyəti qat-qat artmaqdadır. Ona görə ki, bu nəqliyyat dəhlizi siyasi cəhətdən sabit coğrafiyadan keçir. Təkcə siyasi mi? Yəni Hələn bu siyasi. İkinci bir tərəfdən nəqliyyat daşıyıcıları, beynəlxalq yük daşımalarda iştirak edən daşıyıcılar üçün önəmli olan məsələ bu yüklərin qısa bir müddət ərzində və daha sərfəli belə ödənişlə çatdırılmasıdır. Yəni bu baxımdan orta dəhliz, bəli. Burada diqqət edin, bizim əməkdaşlarımız çox gözəl bir, necə deyirlər, rəqəmləri də veriblər. Biz dediyimiz məsələdir. Orta dəhliz 7000 kilometr 10-15 gün, ən yaxın olan şimal dəhlizi ilə rəqabət aparır. Yəni 15-20 gün və okean yolu xətti, yəni o üçüncüsünün dedikləri 20.000 kilometr 45-60 gün. Bu şübhəsiz ki, mən qeyd etdiyim kimi məsafə baxımından da, yəni iqtisadi cəhətdən həm rentabellik baxımından da olduqca vacib. Və bir də burada digər bir məsələ var.
multimodallıq məsələsi. Yəni istənilən nəqliyyat dəhlizlərinin effektiv işləməsi üçün onun multimodal olması olduqca vacibdir. Orta nəqliyyat dəhlizi digər dəhlizlərdən, təbii ki, Cənub nəqliyyat dəhlizində də multimodallıq müəyyən mənada təmin oluna bilər. Amma ki, ən önəmli olan məsələ həmin o qısa bir müddət ərzində bütün texnoloji yenilikləri tətbiq etməklə təhlükəsiz şəkildə yükləri məhz multimodal nəqliyyat prinsiplərinə uyğun olaraq daşınmasıdır ki, bütün parametrlərinə görə orta dəhliz kifayət qədər geostrateji əhəmiyyətə malik olan bir dəhlizdir. O ki, qaldı sizin qeyd elədiyiniz bax bu hissə çox balaca bir hissə kimi görsənə bilər, amma bu olduqca strateji mahiyyətə malik olan bir hissədir. Çünki baxın, bax bu istiqamətə indi sizin rejissorlar sağ olsun yaxşı bir xəritə vermirlər, amma burada bir neçə istiqamət üzrə işlər gedir. Yəni bildiyiniz kimi Özbəkistanı əhatə etməklə də nəzərdə tutulan nəqliyyat dəhlizləri var, Özbəkistan, Türkmənistan üzərindən də. Yəni bir neçə burada diversifikasiya olunmuş bax bu hissəyə qədər biz nəqliyyat dəhlizini deyə bilərik, bu segmentini. Amma bax bu hissədə yalnız bir yol hələlik ki, Gürcüstan üzərindən olan yol əsas puzzle'dır. Yəni bax bu orta dəhliz nəqliyyat mənzərəsini onu bir qədər də əsas açın. puzzle məhz Azərbaycan, Gürcüstan üzərindən keçən yoldur. Bu ərazilərdə Türkistan coğrafiyasına bir də Tacikistan. Onlar da bütün planlarını bunun üzərində qururlar. Bilirsiniz, konkret projelər var. Hətta icrada olanlar da var. Bunun bir neçə səbəbi var. Yeri gəlmişkən, baxın, Şimal-Cənub dəhlizi də bu coğrafiyadan keçir və digər bir coğrafiyada məhz Azərbaycandır. Amma Azərbaycan bu baxımdan, həm məsafə baxımından, həm təhlükəsizlik baxımından, həm sabitlik baxımından olduqca vacib. Çünki Gürcüstan, bax bu siz dediyiniz Mərkəzi Asiya Respublikaları ərazisindən, o cümlədən Əfqanistandan keçən yüklərlə bağlı, yüklərin daha doğrusu təhlükəsizliyinə bağlı məsələlər bu müzakirə predmetidir. Azər müəllim, bir operativ məlumat var. Biz televizyonçu bilirsiniz, mütləq operativ çatdırmalıyıq xəbərləri. Əziz tamaşaçılar, operativ şərh verərik. Bəli, Prezident İlham Əliyevin Gürcüstanın baş naziri İrakli Kabakidze ilə geniş tərkibdə görüşü baş tutdu. Bu operativ məlumatı diqqətinizə çatdırdıq. Buyurun, Azər müəllim. Bəli, danışdığımızın davamı olaraq, yəni bütün bax bu hadisələr fonunda, indi burada təbii ki, regional müharibələr, münaqişələr, bunlar öz yeridir, xüsusilə indiki şəraitdə. İstənilən halda, hətta münaqişələr olmasa da belə, Elnar müəllim, yaxın deyək perspektivə 1 ilə, 3 ilə, 5 ilə fərz eləyək, şimalda da, cənubda da münaqişələr və müharibələr dayandı. Yaxın şərqdə hətta istisna eləyirəm deyə fərz eləyək, orada da müəyyən mənada ola bilər ki, bir sabitlik təmin olundu. Amma orta dəhlizin əhəmiyyəti bax, sadaladığım parametrlərə görə olduqca önəmlidir. Və bu da, indi siz o vaxt məsələsini qeyd elədiniz. Bugün beynəlxalq yük daşımalarda vaxt və onun dəyəri bəlkə də ola bilsin ki, ən önəmli faktorlardan biridir. Çünki 10-15 gün ərzində, indi 2 həftə yeri gəlmişkən, burada da bir neçə istiqamətdə yüklərin daşınması nəzərdə tutulan elementlər var. İndi bax, bu istiqamətdə biz görürük ki, Qara dəniz üzərinə. Amma söhbət tək nəqliyyat dəhlizlərinə getmir. Bax, bunu xüsusilə qeyd etmək lazımdır. Bu nəqliyyat dəhlizləri, yəni orta dəhliz dediyimiz proqram və daha doğrusu proqram yox, layihə, özü özlüyündə bütövlükdə həm də enerji resursların daşınması üçün istifadə olunan bir dəhliz kimi də dəyərləndirilir. Çünki gələcəkdə optik kabellərin, hansı ki Xəzər dənizi üzərindən bugün çəkilməkdədir, Azərbaycan üzərindən, sonraki mərhələdə Qara dəniz üzərindən məhz həmin o orta dəhlizin keçdiyi ərazidən keçmiş olur. Siz gözləyirsiniz, lütfən. Arzu müəllim, təhlükəsizlik üzrə Azərbaycanın tanınmış mütəxəssislərindən birisiniz. Həm də strateji müəyyən mənada məsələlərə yanaşmanız da var. Biz platformamızda hər şeyi açıq danışırıq. Bəli. Gürcüstanla münasibətimizi pozmaq istəyənlər belə bir fikir ortalığa atırlar ki, baxın, Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırdı, müharibə bitdi, yeni şəraitdə yeni münasibətlər sistemi və s. Və Gürcüstanın önəmi Zəngəzur dəhlizinin açılmasından sonra azalacaq, hətta müəyyən ajastaj da yaratmaq istədilər. Elə deyil mi, Nigar xanım? Edirdilər də bunu. Nə deyərdi strateji düşünürəm ki, bunu deyənlər məhz münasibəti nədən ibarətdir, məlumdur. SSR dönəmində o dedikləri yolun hamısı işləyib. Eyni zamanda Qazax istiqamətindən, Akstafa istiqamətindən, Gürcüstan istiqamətindən, Naxçıvan istiqamətində bu yolların hamısı işləyib. Bu yollar sonradan hər bir dövlət ayrılıqda müstəqillik qazandıqdan sonra ayrı-ayrı müharibələrə, münaqişələr görə bağlanmış yollardır. Yəni bu yolun bu günləri istər Zəngəzur dəhlizinin, istər Ermənistan ərazisindən Akstafa istiqamətindən olan İcvan yolu. İcvan yolunun açılması bu əksinə
diversifikasiya olunmuş logistik daşımalara daha da müsbət yanaşmadır. Bunun hər hansı bir problem yaranması, Azər müəllim çox mühüm məsələlərə toxundu. Vaxtilə istər yuxarı şimal dəhliz, aşağı bu dəniz, okean yolu, bunlar mütəmadi olaraq siyasi oyunlarda istifadə olunan yollardır. Almaniya bu günləri əgər Rusiyadan o qazı qəbul eləmirsə, o yol dayanırsa, burada siyasət var. Bildiyiniz kimi Hörmüz boğazı o qədər də okean yolundan uzaqda deyil. Orada hansı problemləri yaradırlar siyasi məsələlərlə. Bəli, təsəvvür edin ki, orada 50-60 kilometr ərazidə hansı siyasi oyunlar gedir, bunu bütün artıq dünya bilir. Problem də nədədir? Nə Çinə, nə aşağı Hindistana daşınmalar olmasın. Yəni Ərəb yarımadasından. Ona görə də düşünürəm ki, ən mühüm yol Çinin ərazisindən, Çindən başlayaraq o keçən ərazilərin heç aslında bugün siyasi qarşıdurma yoxdur. Təhlükəsizlik baxımından bunlar problemsizdir. Və bir daha qayıdıb gəlirik öz ərazimizə, hansı ki o 500 kilometrə yaxın ərazidir. O ərazidə hər hansı bir ciddi problem də yoxdur. Bugün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılır. Orada da problem yaranır. Yəni gələcəkdə bu prosesləri siyasətə, sonra da hərbi problemlərə çevirmək mümkün olmayacaq. Amma bugün də onun önəmi ondan ibarətdir ki, istər Gürcüstanın ərazisindən keçən yol olsun, vaxtilə Rusiya imkan vermirdi ki, Bakı-Tbilisi-Qars xətti çəkilsin. Çünki Naxçıvana birbaşa çıxış olurdu. Bunlar da bəhanə gətirdi ki, Naxçıvana silah daşınacaq. Ancaq 11 kilometr Türkiyə ilə sərhəd var idi. Yəni bu problemlərin həlli var idi. Buna görə də kim o siyasəti problem yaradırsa elə özü problemin içindədir bu saat. Buna görə də düşünürəm ki, o Ermənistan ərazisindən keçən, istər digər Zəngəzur dəhlizi olsun, o düz xətt olsun, bunların heç biri üçün bugün ciddi. Vaxtilə Ulu Öndər, hətta bayaq qeyd etdiniz, Bakı-Tbilisi-Ceyhan adını qoyanda, Bill Clinton'dan danışıqlar gedəndə neft nə Bakıdan keçmədi, nə Tbilisidən keçmədi, nə də Ceyhandan. Bunların hamısı gələcəkdə 3 dövlət üçün idi. Azərbaycan, Gürcüstan və Türkiyə. Əsas məqam bundan ibarətdir. Buna görə də düşünürəm ki, o hər hansı bir problem yaradan məsələ deyil. Burada da bir balaca bir replika bilavasitə bax bu sabitliklə bağlıdır. O siz sual verdiniz ki, təhlükəsizlik baxımından. Baxın, bax bu coğrafiya, bax bu Türk dünyasıdır. Eyni zamanda Azərbaycan bu Türk dünyasının bir hissəsi və Türkiyə. Bax, bu proyekt, Orta Dəhliz layihəsi bütövlükdə Türk dünyasının siyasi əhəmiyyətinin güclənməsinə də həm də hesablanmış bir layihə kimi dəyərləndirilə bilər. Bax, bunun həmin o Türk amili, Türk faktorunun beynəlxalq münasibətlər sistemində bir sıra siyasi dairələr, siyasi mərkəzlər, analitiklər, beyin mərkəzlər otururlar, təhlil edirlər, görürlər ki, Orta Dəhlizin faktiki olaraq geosiyasi əhəmiyyəti artdıqca Türk dünyasının geosiyasi əhəmiyyəti həm də artmış olur. Və nəticə etibarilə yeri gəlmiş ki, Türk Dövlətləri Təşkilatı plus formatı qəbul olundu. Axı bu formatın da konkret təyinatı var. Nə üçün Qəbələdə Türk Dövlətləri Təşkilatı bu formatı qəbul edir? Ona görə ki, məhz Türk Dövlətləri Təşkilatının iştirakı ilə şərqlə qərbi əlaqələndirən bütün inteqrasiya layihələrinin kökündə Türk dünyası və Türk Dövlətləri Təşkilatına olan üzv ölkələrdir. Çox böyük potensialı olan bir platformadır. Perspektivi, bir bloklar elə yığılacaq o platformanın üzərində. Bəli, buyurun. Sualım odur ki, yəni bu sualı da Arzu müəllimə yəni boşluğundan vermədim. Çünki həqiqətən də bir qaynar qazan yaratmaq istəyirdilər iki ölkənin münasibətlərində. Amma Çindən gələn yüklərin yəni sayı, ton etibarilə çəkisi artıq milyonlarla ölçüləcək. Heç bu yol kifayət edəcəkmi? Yəni sadəcə Zəngəzur yolu özü də bəlkə də böyüməyə. Hazırki durum 5 milyon vaxtında. Mən o səbəbdən deyirəm ki, platform elə bir platformadır ki, gündən günə də, yəni bir müddətdən sonra da bunun üzərinə elə bloklar yığılacaq. Bu elə bir platformadır ki, yəni həm vaxt baxımından, həm də yüklərin həcmin çoxalması baxımından nəyə görə Bakı Qars dəmir yolu bəli, Bakı-Tbilisi-Qars dəmir yolunun həcminin çoxalması ilə bağlı məhz infrastrukturda dəyişiklik gözlənilir və gözlənilirdi və edildi də hələ yenə infrastrukturda. Yəni bu hələ yenə dəyişikliklər gözlənilir və ediləcəkdir bu dəyişiklik. Çünki həcmi qaldıra bilmir artıq. Çünki həcm günü-gündən onu deyirəm, bəli. Çinin özünün də açıqlamalarına baxsınlar.
Ümumiyyətlə bu yetərli olacaqmı infrastruktur? Və bunu qeyd etmək lazımdır ki, bu layihələr, nəqliyyat kommunikasiya layihələri, həmçinin də istər limanlar, istər dəmir yolları, bütünlükdə bu bir konsepsiyadır və istər bu coğrafiyada yerləşən ölkələrin ticarət, bu iqtisadi layihələri ilə birlikdə artıq bir haba çevrilir. Və burada da əgər biz Azərbaycan-Gürcüstandan danışırıq ki, Azərbaycan-Gürcüstanın da müəllifi olan bu layihələr də artıq böyük bir coğrafiyada olan ölkələrin, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Və cənab prezident yadımızdadır, Səmərkənddə keçirilən sammitdə yəni niyyətlər var idi ki, Cənubi Qafqazın bir rolunun zəiflənməsinə bir xidmət edən bir mesajlar da hətta səslənirdi. Cənab prezidentin səsləndirdiyi mesajlarda da Azərbaycan, Gürcüstan ümumiyyətlə bu ölkələr olmadan hər hansı bir Avropanın təhlükəsizliyinə xidmət edən layihələrin reallaşması bu qətiyyən yəni bu yol verilməzdir. Digər tərəfdən əgər biz orta dəhlizdən danışırıqsa, biz Mərkəzi Asiyanın gələcəkdə Azər müəllim də bunu vurğuladı, ölkələrin də çox aktiv bu layihədə elə qazın, enerji resurslarının ötürülməsi və Avropa bazarlarına, istər Türkmənistan qazının, istər Qazaxıstanın enerji resurslarının Avropa bazarlarına keçidindən də biz danışmalıyıq. Burada da əsas rolu hansı ölkə oynayır? Əlbəttə ki, keçiddə coğrafi baxımdan bu tranzitlərin, bu yəni layihələrin keçidində dayanan Azərbaycan hansı ki sülhün və təhlükəsizliyin qarantı və regionun lider dövləti olan ölkədir. Və bunu da biz, bir də orta dəhliz deyəndə biz yerüstü təkcə keçidləri nəzərdə tutmamalıyıq. Düzdür, yaşıl enerjini Azər müəllim vurğuladı. Biz həmçinin də əgər biz seyr etsək, nə qədər hava məkanının da təhlükəsizlik baxımından qiymətləndirilməsi baxımından hava məkanının orta dəhliz və Azərbaycan üzərindən o hava məkanının istifadəsini də biz qeyd etməliyik ki, yəni orta dəhliz deyəndə həm yerüstü nəqliyyat, həmçinin də hava məkanı da qiymətləndirir. Yəni orta dəhliz bugün çox təhlükəsizlik, yəni əks etdirən təhlükəsizlik bir məkandır. Həm hava, yəni yerüstü, həmçində hava məkanı baxımından. Nigar xanım, üzr istəyirəm, elə multimadallıq onunla şərtlənir ki, yəni burada bütün nəqliyyat növləri bu prosesə cəlb olunurlar. Deyirəm ki, balaca bir arayış deyim, yadımdan çıxmamışdım. Məsələ bundadır ki, indiki statistikaya görə bilirsiniz, 2025-ci ildə orta dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 5 milyon ton olubdu. Amma cənab prezident son görüş oldu. Türk Dövlətlər Təşkilatının hökumət başçılarının və vitse-prezidentlərin başçı görüşü keçirildi. Orada çıxış zamanı xüsusilə qeyd elədi ki, yüklərin 15 milyon tona qədər qaldırılması ilə bağlı konkret perspektivlər var və bir qədər də gələcəyə baxsaq, Zəngəzur dəhlizinin açılması ilə orta dəhlizin yük aşırma qabiliyyəti 70-80 milyon tona qədər qalxa bilər. Bu hələm perspektivə hesablanmış. Azər müəllim, buyurun siz yerinizi. Hələlik ola bilsin, yenə də sizi dəvət edəcəyik bura. Amma Gürcüstandan qonağımız var. Gürcüstandan qonağımız var. Etiraz eləmirsinizsə, bağlanaq ona da. Zurab Qumberidze, yəqin tanıdınız, Gürcüstanın Azərbaycanda zamanında fövqəladə və səlahiyyətli səfiri işləyib. Cənab səfir, salamlayıram sizi. Təşəkkür edirəm, bağlandınız. Good afternoon. Dobry dzień. Thank you very much, Mr. Ambassador. Of course, you were ambassador of brotherly for us country, Georgia, in Azerbaijan during a long period. And now, of course, I am absolutely convinced you can comment for us the current situation, the current level of Azerbaijani-Georgian cooperation, and of course, in this regard, what is the importance of last visit, the President of Azerbaijan, Mr. İlham Aliyev, to your country? The floor is yours, please, and I'll translate for our viewers, please. Thank you. First of all, hello to everybody. I am very pleased that the President and the first Vice President of Azerbaijan are in Georgia. And I would like to say, hoş gelmişsiniz, Mr. President. I am very sure that many visits of this level is a new stage of the development.
of economics and politics cooperation between our countries. Yes, Mr. Ambassador, I should translate for our viewers from English into Azərbaycani. Please. Bildirir ki, yəni cənab prezidentin və Mehriban xanımın vitse-prezidentimizin Gürcüstana səfərini yüksək qiymətləndirir. Onlara ana dilimizə də xoş gəlmisiniz dedi cənab səfir. Həmçinin qeyd etdi ki, əlbəttə ki, bu səfər həqiqətən də əhəmiyyət daşıyır, mühüm əhəmiyyət daşıyır. Çünki hazırda ölkə arasındakı siyasi, iqtisadi və digər istiqamətlərdə münasibətlər inkişaf etməkdədir, yüksək səviyyədədir. Yes, go ahead, please. Given the current situation, geopolitical situations, the leaders of Georgia and Azerbaijan have many important issues on the agenda, I'm sure. Mən əminəm ki, indiki şəraitdə Gürcüstan və Azərbaycan liderlərinin gündəliyində çox mühüm, yəni geosiyasi, siyasi və digər istiqamətlərdə müzakirə olunacaq məsələlər var. Yes. Like the development of the middle corridor, what you discussed now, energy transit, energy supply, energy security. Enerji təhlükəsizliyi, enerji təminatı, enerji məsələləri haqqında müzakirələr apardığınız hazırda mən də görürdüm. İndiki şəraitdə orta koridorun əhəmiyyəti. Yes. Between our countries and trade, security and others. Ticarət, təhlükəsizlik və ölkələrarası digər mühüm istiqamətlər var ki, yəni müzakirə obyektidir. Yes, Mr. Ambassador, continue please. The foundation of our historical cooperation begins with good neighbor and friendly relations between our peoples. The Caspian Sea Black Sea Transport Corridor, as we now call the Middle Corridor, is the foundation of our economical cooperation. Bizim This siyasi last 30 years gözəl münasibətlərimizin əsasını sözsüz ki, xalqlarımız arasında olan yüksək səviyyəli qonşuluq münasibətləri təşkil edir. İqtisadi münasibətlərimiz isə əlbəttə ki, Xəzər və Qaradəniz hövzələri arasında münasibətlər mahiyyətlidir və bunu da onsuz təsəvvür etmək mümkün deyil. Deyir cənab səfir. Yes, continue please, Mr. Ambassador. Please, you remember very well, as you said, my ambassador period, we started biggest project, Traseka project, which was like new project for our regions, for our new countries, new independent countries. And of course, now we are in a stage when we are speaking about many other projects, many other ideas, like Black Sea Cable, and of course, President of Azerbaijan and the leadership of Georgia have many talks about the realization of new ideas and new projects. Ya, bildirir ki, siz yaxşı xatırlayırsınız, mənim Azərbaycanda səfir olduğum illəri, o zaman Traseka layihəsi, yəni Böyük İpək yolu layihəsi gerçəkləşdirilirdi və o devirdə biz yəni bu projeni çox uğurla, müvəffəqiyyətlə həyata keçirdik. İndiki şəraitdə isə yeni layihələr müzakirə olunur və sözsüz ki, Azərbaycan liderinin Gürcüstan rəhbərliyi ilə apardığı danışıqlarda da, müzakirələrdə də bu yeni layihələrin Qaradəniz hövzəsi ilə bağlı, o cümlədən bütövlükdə yəni bölgəmiz üçün önəmli olan layihələrin yəni müzakirə olması şübhəsizdir, deyir cənab səfir. Mr. Ambassador, of course, we are now speaking about the new realities, and I am sure that you know also today international community, we can say with this term that has started the building of new world order. And in this, from this point of view, what is your opinion about the role of South Caucasus countries? And of course, you are remembering also the important, very crucial idea for building a Caucasus home. In your ambassador's period, this idea, this concept was very popular. And right now, what is your opinion about this idea and the importance of the Caucasus three countries cooperation in this process for building new world order? The floor is yours, please. Yəni, sual ondan ibarət oldu ki, sizin səfirliyiniz vaxtıda bu Qafqaz evi ideyası mövcud idi
və hazırki yeni dünya düzəninin qurulduğu bir şəraitdə bu ideyanın, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığı məsələsinin bu proseslərdə önəmi və rolü nədən ibarətdir sualını verdik. The floor is yours, please. Thank you for this question because many people, many countries and many authorities was not so optimistic when we started to realization South Caucasus transport corridor, South Caucasus energy corridor, and now and one of the problem at that time, of course, you are absolutely right, was the relation between Azerbaijan and Armenia. Georgia always was for the peace processing, for the peace between our neighbors. And of course, now we are more in praxis side, and we need to push all our three parties for the realization of this all, what you said, to organize some new, let's say, situation, new reality of South Caucasus, especially in common that, steps. in You this mean common very- steps? Yes? Yes. Yeah. Yes. Especially, you see how big problem, particularly middle corridor is exclusive transport corridor now because of many other problems which we are not, from where we are not happy, but it happens south and the north. And now South Caucasus is not only one of the, maybe we can say the main region for peace, for friendship, and for the peaceful development of economics and so. Yeah, It I is should reality. translate, Mr. Ambassador. Bildirdi ki, yəni haqqında danışdığını, təşəkkür etdi suala görə, haqqında danışdığınız məsələyə çoxları ümumiyyətlə inanmırdı. Yəni o devirdə düşünürdülər ki, impossible, qeyri-mümkündür və s. Amma zaman keçdikcə, yəni hər şey ortalığa çıxdı. Necə deyərlər, Gürcüstan-Azərbaycan əməkdaşlığı bu proseslərdə önəmli rol oynadı və ölkələrin ikitərəfli münasibətlərinin xarakterinə təsir etmiş oldu. Yaxşı vurğuladınız dedi. Azərbaycanla Ermənistan da artıq bu istiqamətdə addımlar atırlar, münasibətlərin normallaşması istiqamətində işlər görülür. Zaten Gürcüstanın hər iki ölkə ilə yaxşı münasibətləri var idi və bu kontekstdə və görünən odur ki, yeni reallıqlar şəraitində Cənubi Qafqazın önəmi sadəcə yəni əsas önəmli bölgələrdən biri kimi deyil. Main yəni region, yəni əsas bölgələrdən biri kimi xarakterizə olunmalıdır. Beynəlxalq əməkdaşlıq nöqteyi nəzərdən beynəlxalq yəni nəqliyyat yollarının keçdiyi şimal cənubun o cümlədən marağında olduğu yəni ifadəsində işlətdi cənab səfir. Mühüm, çox mühüm bir bölgəyə çevrilib bu bölgə yəni Cənubi Qafqaz deyir cənab səfir. Conclusion, Mr. Ambassador, please. Yes, conclusion is in the 19 we was in a very active situation, but it was maybe for many people's dream. Now we are in reality, and if we will have stable peace in South Caucasus, which I hope we will have, we can organize and develop many new things together. Three parties, and of course it will be more beneficial as were before. Yeah, of course. Thank you very much, Mr. Ambassador. Zurab Qumberiziyə, Gürcüstanın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfirinə təşəkkür edirik, əziz tamaşaçılar. Bildirdi ki, 90'larda yəni münasibətlər yeni başlanmışdı, müəyyən məsələlər də var idi, amma zaman keçdikcə münasibətlərimiz daha dinamik xarakter almağa başladı və hazırki şəraitdə də müzakirələrdə ümumiyyətlə yeni ideyaların həyata keçirilməsi, yeni yəni baxışların mövcud şəraitdəki reallıqlar nöqteyi nəzərdən bu ölkələr arasında reallaşdırılması çox mühüm əhəmiyyət kəsb edir ki, bu istiqamətdə də müzakirələr aparılır, dedi Gürcüstanın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri cənab Qumberidze. Mən təklif edərdim ki, daha bir iqtibasa baxaq bu regional təhlükəsizlik məsələləri. Bu çox önəmlidir. Sonra bunun üzərində müzakirəmizi qurarıq. Buyurun.
bugün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əminamanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur. Və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi, amma bugün Cənubi Qafqaz artıq sülh, əminamanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir və burada Gürcüstanın rolunu da mən xüsusilə qeyd etmək istərdim. Cənab Baş Nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün sadəcə olaraq imzalanmış sənədlər yetərli deyil. Hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Və bugün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Arzu müəllim, yeni reallıqlar şəraiti dedik. Yəni mən Gürcüstan səfirinə də, sabiq səfirinə də bu sualı verdim. Zamanında bu ideya var idi. Qafqaz evi. İndi o projeye qayıtmaq olarmı? Olarsa hansı formatda və yeni dünya düzənində bu necə, hansı yeri tuta bilər, hansı rol oynaya bilər? Cənab Prezidentin də qeyd etdiyi kimi bu məsələdə hər bir üç dövlətin öz önəmli rolu var. Bugün Azərbaycan qalib bir dövlətdir. Eyni zamanda dünya tərəfindən tanınan və müxtəlif super dövlətlər tərəfindən öz dəsti xətti olan bir dövlət kimi tanınan bir Azərbaycanımız var və Azərbaycanın xaricisi, daxili siyasətində ərazi bütövlüyü, bu bütövlüyün qorunması, suverenliyin qorunması və hər bir Azərbaycan xalqının difahıdır. Gürcüstanda baş verən hadisələr məlum məsələdir. 2008-ci ildən sonra əsas problemləri, ərazi bütövlüyünü yenidən bərpa etmək və bu istiqamətdə atılan addımlar məlum məsələdir ki, ən yaxın qonşuları ilə, yəni Rusiya ilə istənilən vaxt o problem yenidən qalxa bilər. Ermənistanla Gürcüstan arasında olan münasibətlər bugün demək olar ki, dostluq münasibətidir və Ermənistan və Azərbaycan arasında olan istiqamət də təbii ki, sülhün bərqərar olması istiqamətindədir. Bugün bu üç dövlətin problemlərinin çözülməsi üçün birgə səylər lazımdır. Gürcüstan düşünürəm ki, bugün özünün müstəqillik tarixində, siyasətində pik nöqtəsini yaşayır. Bugün çalışırdılar ki, onların milli mənəvi dəyərlərini əllərindən alsınlar, müxtəlif addımlar atsınlar, Avropa İttifaqından müxtəlif bəyanatlar səslənirdi, müxtəlif təkliflər səslənirdi. Lakin bunun qarşısının alınması istiqamətində Gürcüstan rəhbərliyi çox ciddi addımlar atdı və Azərbaycan da bayaq da burada qeyd edildiyi kimi yüksək səviyyədə beynəlxalq tribunalardan ona dəstək oldu. Cənab Prezident də qeyd etdiyi kimi bugün Gürcüstan-Azərbaycan arasında dövriyyə 800 milyon dollara çatıb. Keçən ilki ticarət dövriyəsi. Bəli, yəqin ki, ilin sonuna qədər də bu 1 milyarda çatar. Artıq Prezident də qeyd etdi və bu istiqamətdə ciddi addımlar atdı. Ermənistan və Azərbaycan arasında da bu addımlar artıq atılmaqdadır. Azərbaycan ərazisindən tranzit olaraq daşınan yüklər, eyni zamanda Azərbaycanın Gürcüstana göndərdiyi yüklər. Bu çox mühüm məsələdir. Məlumdur ki, Ermənistanda iyun ayının 7-sində seçkilər olacaqdır və bu seçkilərin də nəticəsi çox mühüm əhəmiyyət kəsb edir və burada da hər iki dövlətin birbaşa olmasa da sülhün bərqərar olması istiqamətində addımda dəstəyi mütləq şəkildə lazımdır. Bir də üçlü görüşlərin keçirilməsi. Yəni, Gürcüstan bir platforma olaraq buna səy göstərir. Ermənistan, Azərbaycan və Gürcüstan görüşünün keçirilməsi söhbət təbii ki, artıq vətəndaş cəmiyyəti səviyyəsində bu proseslər gedir. Sonra parlament səviyyəsində düşünülür belə bir məsələ. Yəni, bu istiqamətdə çox ciddi addımlar edilir və Qafqaz evinin yaradılması üçün, yenidən onun bərpa edilməsi üçün ilk növbədə təhlükəsizliyə təhdidin qarşısının
alınmasıdır, ticarət əlaqələridir, mədəni əlaqələrdir və digər istiqamətlərdə də siyasi addımların atılmasıdır. Bəli. Azər müəllim, siz bu suala necə cavab verərdiniz? Çünki zamanında Ulu öndərimiz Heydər Əliyev yəni bu məsələdə Qafqaz evi ideyası məsələsində çox necə deyirlər, təşəbbüslərlə çıxış etmişdi. Gürcüstandan da müəyyən mənada dəstəklənmişdi Eduard Şvarnadze. Hətta sənət də Bəli, bəli. Və bu gün o sanki sizin ifadənizlə desək o puzzle bir hissəsi ki var idi Ermənistan. O tamamlaya bilərmi? Yəni bu məsələdə ümumiyyətlə bu məsələnin reallığını necə görürsünüz? Şübhəsiz ki, Elnar müəllim, Qafqaz evi barədə əgər danışırsa, Qafqaz evi Ermənistansız mümkün deyil. Yəni söhbət əgər Qafqaz evindən gedirsə, bütövlükdə 3 Cənubi Qafqaz Respublikasının bir yerdə, bir platformada birləşərək müxtəlif birgə layihələrin həyata keçirilməsi və bir qədər də verilişin əvvəlində siz bir ifadədən istifadə elədiniz. İngilis dilində dediniz, onu eyni zamanda bu birgə mövcudiyyət məsələsi var ki, hansı ki, bəli, bu faktiki olaraq Qafqaz evinin birgə mövcudiyyətini təmin edə biləcək prinsipdən irəli gələrək məhz 3 dövlətin burada aktiv şəkildə təmsil olunması olduqca vacib şərtdir. İndi hörmətli Arzu müəllim qeyd elədi, o müəyyən təhdidlər, təhlükəsizlik və digər məsələlər var. Şübhəsiz ki, indi bu demək deyil ki, hər şey sovuşubdur və məsələ öz həllini tapıbdır. Yəni, gedən hadisələr də göstərir ki, elə bizim elə yaxın keçmişdə Azərbaycan-Gürcüstan münasibətlərinə diqqət yetirsək, görərik ki, müəyyən qüvvələr var ki, hər zaman çalışırlar ki, o Qafqaz lotkasını deyək də, onu bir növ sirkələsinlər. Amma nəticə etibarilə Azərbaycan çox uğurlu şəkildə flaqman olaraq bu prosesi idarə eləyir və hətta indi biz bir qədər əvvəl danışdığımız kimi tək siyasi, hərbi və digər kontekstlərdə yox, bütövlükdə geosiyasi əhəmiyyət daşıyan dəstəyini nümayiş etdirmiş olur Gürcüstana. Ermənistan faktiki olaraq bu prosesə artıq qoşulubdur. Baxın, necə qoşulubdur, mən çox rahat şəkildə deyə bilərəm. Ermənistana Gürcüstan üzərindən kritik malların daşınması, yanacaq, taxıl, dizel, bunlar faktiki olaraq artıq Ermənistanı yavaş-yavaş bu prosesə daxil olması üçün şərait yarada bilən halda. Yanacaq... Və erməni cəmiyyəti də onu hiss edir artıq. Yox, tək erməni cəmiyyəti yox, elə Ermənistanın baş naziri, Paşinyanın son çıxışlarına siz diqqət yetirsəz, hətta görərsiniz ki, belə Ermənistanla Gürcüstan arasında mövcud olan bəzi mübahisəli məsələləri belə artıq Paşinyan deyir, bunu buraxaq tarixin axarına. Qoy geçsin, keçmişdə qalsın. Bir məsələni də deyildi ki, Ermənistanın təhlükəsizliyinə qarant Azərbaycan. Azərbaycandır, bəli. Yəni, biz... Ermənistan parlamentinin spikerinin sözünü deyil, bəli. Məsələ bundadır ki, artıq Paşinyan belə... Hardan hara gəldi Arzu müəllim? Paşinyan belə artıq Gürcüstan mövzusunda belə deyir, nə kimi mübahisəli məsələlər varsa, o cümlədən söhbət ərazi mübahisələrindən gedir. O qalır keçmişdə. Bizim artıq gələcəyə baxış bucağımız, məsələn, siz qeyd elədiyiniz Qafqaz evi fəlsəfəsinə cavab verə biləcək bir mövqeydən irəli gələrək atılmalıdır. İndi, bunu institusional olaraq necə yaratmaq olar? Arzu müəllim qeyd elədi, o bəzi kontaktlar, vətəndaş cəmiyyəti, parlamentlər arası və digər, yəni gələcək perspektivi hesablanmış kontaktlardan söhbət gedir. Ola bilər ki, bu institusional olaraq həmin o dediyimiz Qafqaz evi nəticə etibarilə nəinki Cənubi Qafqazın son puzzle olaraq, hətta bir qədər də geniş şəkildə Ermənistan üzərindən bir çox inteqrasiya layihələrinin reallaşdırılması üçün də çox əlverişli bir mühit yaratmış olur. Azərbaycan Ermənistana, bax bu məsələdə də dəstək göstərir. Ümumiyyətlə, Azərbaycanın Ermənistan münasibətlərinə biz nəzər saldıqda görürük ki, Ermənistanın məhz beynəlxalq münasibətlər sistemində suveren dövlət kimi bir növ özünü nümayiş etdirməsi üçün Azərbaycan mümkün dəstəkləri göstərməkdədir. Baxın, enerji təhlükəsizlik məsələləri, neftdən, yanacaqdan və digər məsələlərdən asılılığını belə Azərbaycan bugün Ermənistanda azaltmaqdadır. Yəni, Ermənistanın digər dövlətlərdən asılılığını azaltmaqla nəticə etmədən Ermənistana əlavə imkan verir ki, o daha suveren davranmış olsun. Gürcüstan məsələsinə gəldik, şübhəsiz ki, o yüklərin Gürcüstan üzərindən daşınması ilə yanaşı, eyni zamanda bildiyiniz kimi artıq Ermənistanda danışıqlar aparır. İcvan Dilcan dəmir yolu, təqribən 70-80 kilometr bir ərazidir. O dəmir yolunun bərpa olunması. Adama sual verirlər, niyə üçün bugün Paşinyan, Rusiya ilə və digər özünün tərəfdaş ölkələri ilə həmin dəmir yolların bərpası barədə danışır. Çünki həmin o İcvan Dilcan yolu faktiki olaraq Bakı,
Qazax, Birləşəcək. İcvan, Dilcan, İrəvan yolunun əsas segmentlərindən biri kimi dəyərləndirilir və bunun üzərində də artıq Ermənistanda düşünməyə başlayırlar. Bu onu göstərir ki, istənilən halda həmin o dediyiniz Qafqaz evi modeli bir çox segmentlər üzrə və bir çox komponentlər üzrə artıq reallaşmaqdadır. Sadəcə olaraq gələcək perspektivdə bir çox dediyim kimi təhlükəsizlik və təhdid kimi məsələlərlə bağlı elementlər öz əlini tapdıqda biz onu daha perspektivli və effektiv şəkildə qurulacağına şahidlik eləyə bilərik. Bəli, mən təklif edərdim ki, cənab prezidentdən daha bir iqtibasa baxaq, sonra Nigar xanımla davam edək. Buyurun. Bugün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixracın başlanğıcı yenə də Gürcüstandan başlayır. Və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır. Həm Azərbaycan üzərindən keçən Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan Gürcüstan üzərindən keçirilir. Və bu mövcud olan infrastruktur haqqında biz kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir. Və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir və Cənub qaz dəhlizi də ondan sonra icra edilmişdir və bugün bu infrastruktur əslində böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Və bu dəhlizlər üzərindən biz sonra nəqliyyat dəhlizlərini də inşa etdik və bugün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir və bizim üçün bu əsas nəqliyyat damarıdır. Və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir. Nigar xanım, bu məsələlər olduqca əhəmiyyət daşıyır. Yəni, hər üç ölkə üçün Ermənistandan bura daxil etsək, hətta səfir dedi ki, yəni main region, yəni əsas bölgə sayılır artıq dünya üçün. Azərbaycan və Qafqaz bölgəsi. Bu nöqteyi nəzərdən enerji layihələrinin gələcəyini siz necə qiymətləndirirsiniz? Bax, bugün dünya enerji bazarında İran, İsrail, yəni Amerika Birləşmiş Ştatları İttifaqı ilə münaqişədən sonra Hörmüzün bağlanması, çalxalanmalar yaşanır. Bəli. Amma bizə sabitlik adası kimi obrazlı desək yanaşılır bu məsələlərdə. Bizim önəmimiz bu baxımdan daha necə artacaq? Bu barədə də fikirləriniz önəmlidir. Təbii ki, bizim Gürcüstanla münasibətlərimizdə həm enerji layihələri, həm nəqliyyat layihələri dəfələrlə cənab prezident istər Adada keçirilən beynəlxalq konfransda gəlin biz qayıdaq, istər Antalyada diplomatik forumda cənab prezident enerji nəqliyyat layihələrinə və bunun nə qədər həm ikitərəfli münasibətlərə təsiri, həm regional təhlükəsizliyə, həmçinin də regionun hüdudlarından da kənarda çox böyük bir coğrafiya təsirindən dəfələrlə danışırdı və regional təhlükəsizliyə, regional inteqrasiya bunun təsirindən danışanda dəfələrlə deyirdi ki, artıq top Ermənistan tərəfindədir. Və bugün biz Cənubi Qafqaz evindən danışanda, nə qədər bunun gələcək perspektivlərindən danışanda, Azərbaycan elə bir reallıqlar yaradıb ki, Azərbaycan bugün sülh prosesinin müəllifidir, Azərbaycan sülhün və təhlükəsizliyin, sabitliyin qarantıdır. Nə qədər bunun real, bu təşəbbüsün real olduğunu görürük. Artıq Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağa öyrəşirlər və artıq bu prosesə Ermənistanın da cəlb edilməsi, artıq bu nəqliyyat və enerji layihələrindən gələcəkdə bəhrələnməsini görürük. Digər tərəfdən də enerji və nəqliyyat layihələri həm regionun bəhrələnməsinə gətirib çıxarır. Necə ki, bugün bilirsiniz, region kiçik region ola bilər. Amma baxın, həm
dövlətlərin, iki dövlətin yürütdüyü siyasət nəticəsində, xüsusən də Azərbaycanın təşəbbüsləri, Azərbaycanın ideyası, Azərbaycan liderin, yəni Gürcüstanın baş nazirinin, Gürcü xalqının mentalitetini nəzərə alaraq, psixologiyasını nəzərə alaraq söylədiyi, elə Azərbaycanda səfər zamanı mən mövzuları dəyişirəm, amma bir səmtdə yönəlməyə çalışıram, çünki çox şahəli bir mövzudur. Azərbaycan liderinin nümunəvi bir lider olduğunu söyləməyi, həm mentaliteti nəzərə alsaq, bu o deməkdir ki, Azərbaycanın yürütdüyü siyasət, Azərbaycan liderinin yaratdığı reallıqlar bugün enerji və nəqliyyat layihələrinin uğuru arxasında məhz bu siyasət durur. Yəni, baxmayaraq ki, region çox kiçik bir regiondur, həssas regiondur. Bugün beynəlxalq ictimaiyyət tərəfindən bu regiona maraq var, bu regiona hörmət var, bu regiondan gözləntilər var, bu regiondan asıllıq var, bu regionda gedən proseslər bir çox ölkələrin ticari iqtisadi maraqlarına xidmət edən bir proseslərdir. Əsas o əsən küləkləri də, yəni güclü küləkləri də biz sinə gəldik də bu fakt. Bəli. Yəni, bizim yaratdığımız reallıq olmasaydı biz bugün bunları danışmırdıq. Bir tərəfdən sülhün, təhlükəsizliyin qarantı olan Azərbaycan, digər tərəfdən infrastruktura çox böyük sərmayə qoyan və həmən inteqrasiyanın da arxasında qalan Azərbaycan qazan-qazan prinsipi ilə, yəni bilirsiniz, Azərbaycan istəmir ki, bu körpü yarı qalsın. Azərbaycan əgər həmən o dəmir yollarını maliyyələşdirməsəydi, Azərbaycan hər bir, bilirsiniz, o maraqların balanslaşdırılması Azərbaycan tərəfindən, Azərbaycanın siyasəti nəticəsində əsas o maraqların balanslaşdırılmasına nail olmaqdır. Çünki o maraqları balanslaşdıraraq, o siyasətin nəticəsində mənim qonşum da inkişaf etməlidir. Çünki o nəqliyyat layihələri, enerji layihələri reallaşa bilməz. Çünki digər də böyük regionda, bəli. Bura keçid kimi də Transkavkaz deyirdilər, yəni tarixi Transkavkaz bölgəsi deyirdilər və o baxımdan önəmlidir. İncər xanım, yekunlaşdığın 2 dəqiqəmiz var. Və əlbəttə ki, formatın inkişaf etdirilməsi nəzərdə tutulur. Çünki regionun potensialı böyükdür. Regiondan da başqa burada orta dəhliz də var və digər böyük bir region hüdudlarından kənarda da yəni bunun təsiri var. Potensial böyükdür. Layihələr əlbəttə ki, böyük layihələr nəzərdə tutulub. Elə reallıqlar nəticəsində Zəngəzur dəhlizinin, yəni bütün bu imkanların daha da genişləndirilməsi nəzərdə tutulub. Təbii ki, bu layihələrin çoxalmasına və planların da gerçəkləşməsinə. Çünki bunlar milli maraqlara söykənən bir layihələrdir və düzgün bir yolda, düzgün bir yolla addımlayan bir ölkələrdir ki, milli maraqlara söykənən bir siyasət yürüdürlər. Bəli. Arzu müəllim, nəsə əlavə etmək istəyirsiniz? Düşünürəm ki, çox mühüm əhəmiyyət kəsb edən səfərdir. Bütün sadaladığımız prosesləri, eyni zamanda Qafqaz evinin yaradılması, iqtisadi, siyasi, hərbi, eyni zamanda mənəvi, mədəni cəhətdən çox mühüm əhəmiyyət kəsb edən bir səfərdir. Bir cümlədə sizə... Mən bir cümlə əlavə edeyim, hansı ki biz burada müzakirə eləmədik, amma siz qeyd elədiniz. Azərbaycanın bir çox küləkləri sinə gətirməsi ilə yanaşı. Azərbaycan həm də mövcud olan anti-Azərbaycan və anti-Qafqaz ideologiyasına üzərində köklənən narrativləri darmadağın etmiş oldu. Yer gəlmişkən Ermənistanda da bir çox narrativlər mövcud idi, həmin o Qafqaz evi ilə bağlı. Azərbaycanın səyləri nəticəsində həmin o narrativlər dəyişməkdədir. Bəli, təşəkkür edirəm Azər Allahveranov, parlamentimizin deputatı, həmçinin Arzu Nağıyev, Azərbaycan parlamentinin komitə sədri, Gürcüstanla işçi qrupunun rəhbəri parlamentimizdə və Nigar Məmmədova, yenə də Milli Məclisin deputatı. Hər birinizə təşəkkürlər, çox sağ olun. Maraqlı müzakirələrə görə əziz tamaşaçılar, proqramımızı yekunlaşdırırıq. Əlbəttə, Gürcüstan-Azərbaycan münasibətləri çox önəmlidir. Burada müzakirələrdə və o cümlədən Gürcüstandan qoşulan qonağımızın da vurğuladığı kimi həyati əhəmiyyət daşıyır. Həm bizim bölgə üçün, həm də artıq yeni dünya sistemində, nizamında bəşəriyyət üçün deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gələn görüşlərə.